Hər vaxtınız xeyir olsun, dəyərli liderlər. Hər birinizi salamlayıram. Aygün xanım, mənə bilirsiz nə lazımdır? Krevetka yağını mən statusunda paylaşmışam. Sadəcə böyüklər üçünmü olduğu? Yəni uşaqlar da bunu qəbul edə bilərlərmi və neçə yaşında uşaqlar əgər qəbul edirlərsə? Həqiqətən süperdir, həqiqətən. Yəni o qədər razıyam ki, həqiqətən bundan. Bu qədər dərs oxumanın qarşısında şükürlər olsun Allahıma ki, bunu qarşıma çıxartdı. Həqiqətən axşama qədər məndə yorğunluq qoymuram. Həm özüm hazırlaşıram imtahan üçün, həm müəllimlər hazırlayıram. Onunla belə şükürlər olsun Allaha, bu məndə yorğunluq qoymur. Amma mən gündə bir dənə içirəm. O necə içilir ki, o gündə 4 dənə? Başa düşmədim. 14 yaşdan yuxarı əla oldu. Elə mənim uşaqlarım da 14 yaşdan yuxarıdır. Həqiqətən buna da sevindim ki, bunlara da verə bilərəm. Çünki onlar da hazırlığa gedirlər. İnşallah ki, onlara da bir xeyri olar. Mən həqiqətən özümdə xeyrini çox görürəm.